Və iyyəkə nəstə'in. Tərcümə eləyin görüm. Ay maşallah. Yalnız sənə ibadət eləyirik. Bəli, yalnız. Amma yalnız səndən kömək istəyirik. Ay maşallah. Şəriət, bax, diqqət edin. Şəriət icazə verdiyi qatqını qata bilərsən orada. Amma ibadətdə şəriət icazə verməyib. Diqqət edin, valideynlə Allah Quran ayəsində bir yerdə gəlir. Allaha ibadət eləyəsən, amma valideynə neynəyəsən? Demir valideynə ibadət elə. İbadətdə zərrə qədər qatqı yoxdur, olmaz. Amma kömək mövzusunda nədir? Etiqadımız belə olmalıdır. Əvvələn və zatən kömək kimdəndir? Allahdır. Kim etiqad eləsə ki, bir nəfər bir çöpü tərpətdi, Allah qarışmadı, həmən adam kafirdir. Həmən adam müsəlman deyil. Həmən adam cahildir. Bu qüdrət ki, hər hansı bir canlıda, hər hansı bir görüntüdə varsa, o Allahdandır. Allah istəyib, qüdrət yaranıb, Allah istəmir, qüdrət nədir? Yaranır. İndi diqqət edin. Salavat zikr eləyin Muhammed və kömək mövzusunda Allah Teala buyurur: İstə'inu bis-salati və-sabr. Namazla, səbirdən neyləyin? Kömək. Səbir. Sənin səbründür də, düzdür? Allah Teala deyir, səbirdən neynə? Kömək. Yəni, İyyəkə nəstə'ini biz İyyəkə nə'budu hökmündə götürsük, hamımız kafirik. O tərcümələrdə xəta buradadır, hamıda. İyyəkə nəstə'in, yalnız və yalnız səndən kömək istəyirik, heç kimdən kömək istəmirik. Amma real həyatımızda qardaş köməklə, ata köməklə, ana köməklə, o qeydi niyə qoymursunuz orada? İyyəkə nəstə'in, bəli. İsti'anə, yardım diləmək, imdad diləmək məxsus kimədir? Zatən Allaha məxsusdur. Allahdan istənilməlidir və Allahın izin verdiyi yerlərdən. Və bu incəliyi çox təfsirlərdə heç kim toxunmur, üstündən keçir. Sıravi bir mömin də bunu oxuyanda deyir ki, təvəssül nədir? Şirkdir, düzlə deyir, haqqı var desin. Sən alim gərək orada izah eləməlisən ki, hansı miqdar qatqı olsa zərər eləmir. Çünki Allah icazə verir. Səcdə. Quran deyir ki, səcdə kimə məxsusdur? Allaha. Amma günlərin bir günü Allah Teala deyir, Adəmə də neyinin? Səcdə eləyir. Günlərin bir günü Yusufə deyir, səcdə eləyir. Və səcdə də olunur. Peyğəmbər, Allahın Peyğəmbəri Yaqub aleyhi və alə nəbiyyənəs-səlam səcdə. İndi necə gedir, onunla işim yoxdur. Xərru ləhu süccədən. Yusufun qarşısında səcdəyə getdilər. Nə cür olur olsun. Onların səcdəsi deyək bizdən fərq edir, amma səcdədir. Səcdə də kimə məxsusdur? Allaha məxsus. Deməli, zatən və əvvələn, zatən ibadət qəsdi ilə nədir? Allaha məxsusdur. Amma Allah izin verəndə bu ünvana ki, müəyyən yerdə təcəllə tapsın, ona biz niyə etiraz eləməliyik ki? Yəni, mənim başa çalacağım məsələ budur. Allahın izin verdiyi miqdar qatqıya etiraz eləyən Qurana etiraz eləyir.